Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyekəl fərəc. Məkasib kitabından 405-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Ğina bölümündədir. Və mərhum Şeyx Murtəza Ənsari 3 dənə dəlil gətirdi Ğinanın haram olmağına. 3 dəlil deyəndə, yəni bir dəstə rivayət, 2 dəstə rivayət və 3-cü də bir ayə də gətirdi. Məsələ bunda idi ki, mərhum şeyx buyurdu, bunların heç biri dəlalət eləmir bir keyfiyyətə. Yəni deyirlər, keyfiyyət-i soğutə. Bəlkə bunlar dəlalət eləyir kəlam-ı batilə. Yəni bu dəlillər dəlalət eləyir batil kəlamlar demək haramdır. Bu batil kəlam məna elədi şeyx, yəni Ğina. Amma bizim iddiamız o deyil. Bizim iddiamız bu idi ki, Ğina, yəni keyfiyyət-i soğut. Yəni insan bir səslə bir cür oxuya ki, o Ğinadır. Və həmçinin buyurdu, bu dəlillərin dəlalət eləməyi əxəssədir, amma bizim bəhsimiz əhəmmədir. Bu dəlillər dəlalət eləyir kəlam-ı batilə, amma biz deyirik fərqi yoxdur. Kəlam-ı batil ola, ya kəlam-ı haqq ola, batil söz ola, ya düz haqq söz ola. Əgər Ğinadırsa haramdır. İstəyərsən Qur'anı oxu, əgər Ğina olsa haram olar. İstəyirsən qeyri Qur'andan batil, haram sözlərdir. Əgər Ğinadırsa haramdır. Bizim iddiamız budur, amma gələn dəlillər isə bunu əhatə eləmir. Və keçən dərsimizdə axırıncı dəlil bu idi ki, mərhum şeyx buyurdu və yəşhəd ləhu qovlu Ali ibn-i Hüseyin aleyhimussalam fi mursələtil fəqih əl-atiyə fil cariyyətilləti laha sovtun la bəəsə لو اشتريتها وذكرتك الجنة. Burada İmam Səccad əleyhissalamdan ki, rivayət gəldi, bu rivayət də şahiddir bizim dediyimizə. Yəni, Həzrətin bu rivayəti təfsir olunur. Yəni, bi qiraətil Qur'an və zöhd və fəzailəlləti leysət bi ğinain. Bu yəni artıq Həzrətin sözünü təfsir eləməkdir. La bə'sə lo iştərəytəhə, o sözü təfsir eləməkdir. Yəni o təfsirdir. Buyurur, indi bu təfsir kimdəndir? Çünki rivayət nəql olunur Mən la yəhzuruhul fəqih kitabından. Mən la yəhzuruhul fəqih mərhum Şeyx Səduqun kitabıdır. Burada yəni bi qiraətil Qur'an bu Şeyx Səduqun sözüdür, yoxsa Həzrətin öz sözüdür? Məsələ buradadır. Buyurur, əgər bu təfsiri
mərhum Şeyx Səduqun tərəfindən qəbul eləsək, yenə də dəlalət eləyir kəlam-ı batilə. Yəni, kəlam-ı batil olsa, onda bu kənizi alma. Həzrət buyurdu ki, yəni o kənizi al ki, o Quran oxumaqla sizi cənnətə xatırladar, sizə cənnəti xatırladar, sizi dünyada zahid eləyər, sizi pisliklərdən çəkindirər, yaxşılıqlara tərəf aparacaq. Mənası budur ki, özdə Həzrət buyurdu ki, və leysə bi ğinain, bunlar qina deyil. Burada məsələ budur ki, bir dəfə deyərik, bu təfsiri Şeyx Səduq eləyib, ona görə mərhum Şeyx buyurur, vəllov cuilə təfsir minəs Səduq, əgər qərar verilə bu təfsir Səduqdan, dəllə aləl istemal əyzən. Yenə də bu dəlalət eləyir, yəni qina batil kəlamlar. Əgər batil kəlamlar olsa, bu qinadır, bu haramdır. Amma qina olmasa, yəni batil kəlamlar olmasa, haqq sözlər olsa, onda bu kəniz səni axirətə tərəf yönəldər, cənnətə tərəf yönəldər. Və kəza ləhvəl hədis. Mərhum Şeyx buyurur, biz rivayətdə oxuduq ki, ləhvəl hədis, ya ayədə ki oxuduq ləhvəl hədis, o da dəlillərin biri idi. Buyurur, eyni zamanda ləhvəl hədis, o da dəlalət edir kəlam-ı batilə. Allah buyurur, ləhvəl hədisdən çəkinin, yəni kəlam-ı batildən çəkilin. Kəlam-ı batil oldu qina. Və kəza ləhvəl hədis, yəni eyni qovl-i zur kimidir ləhvəl hədis. Bənaən əla ənəhu min izafət-i sifə eləl-musuf. Bəna bu qovla görə sifət izafə olub musufun üzərinə. Sifət ləhvəl hədisdə nədir? Ləhvdir. Hədis nədir? Musufdir. Və sifət və musuf. Ləhv sifətdir, hədis musufdir. Yəni o hədisi ki ləhvədir. Ləhv yəni nə? Yəni batil. Bəs nəticə etibarı ilə buradakı bu ayədə də ləhvəl hədis deyilib, yəni batil kəlam. Allah buyurur, batil kəlamdan çəkinin. Deməli, nəticə etibarı ilə qina yəni nə? Yəni batil kəlam. Fəyəxtəssul qina el-muharrəm bima kana müştəmilən ələl kəlam el-batil. Nəticə alırıq, nəticə bu olur. O qinayı ki haramdır, o məxsusdur. O yerə ki, orada kəlam-ı batil ola. Bəs kəlam-ı batil olsa qinadır, kəlam-ı batil olmasa qina deyil. Fəyəxtəssul qina el-muharrəm, o qinayı ki haramdır, məxsus oldu bema, o yerə ki kana müştəmilən ələl kəlam-ı batil. O şamil olur kəlam-ı batilə. Amma ma nəhnu fihimiz nədir? Ma nəhnu fihimiz, bəhsimiz isə tək bura deyil, amma dəlillər buna dəlalət eləyir. Əla tədullu əla hurmət nəfsil keyfiyyə. Bəs bu dəlillər dəlalət eləmir o nəfs-i keyfiyyətin hörmətinə. Yəni, orada xüsusi bir sovt, səs çıxa və ona dəlalət eləsin ki, qina budur, bu dəlillər dəlalət eləmir. Vələv ləm yəkun fi kəlamin batilin. Baxmayaraq, batil kəlam olmasa da. Və minhu
təzhərul xətşə fi taifətis salisə. Bəs bunları hesablayanda buradan zahir olur ki, o üçüncü taifədə də xətşə zahirdir. Xətşə yəni işqal. Üçüncü taifə nədir? Ki, üçüncü dəlilimiz o ayə idi. Vəlləzinə la yeşhədunə zur. Allah məth eləyir o möminləri ki, onlar musiqi məclisində, yəni o məclisə şahid olmurlar ki, orada zur var. Zur yəni qina, yəni qina olan məclisdə hazır olmurlar. Eyni zamanda bu dəlilə də bu xətşə gələr. Heysu innə məşahidə zur əlləti məddəhəllahu təala mən la yeşhəduha. Bu cəhətdən ki, məşahid-ü zur o yerdir ki, yəni o şəxslərdir ki, Allah Taala məth eləyir o şəxsi la yeşhəduha ki, o məclislərdə hazır olmur. Min məcalis-i təğənni bil-əbatil minəl kəlam. Bəs bu da şamil olur o məclislərə ki, orada batil kəlamlar deyilir. Bəzən görürsən məclis qurulur, otururlar orada boş-boş sözlər, haram sözlər, nə faydasız sözlər. Bəzən o ad qoyurlar, meyxanadır, filandır. Yəni batil sözlər ki, deyilir. O cür məclisdə oturmayanı Allah məth eləyir. O cür məclisdə oturan təbii ki, nə edir? Haram iş görür. Bəs Allah da tərif eləyir o şəxsləri ki, belə məclislərdə onlar iştirak eləmirlər. Deməli, nəticə etibarı ilə o məclislər ki, batil sözlər deyilir, əbatil minəl kəlam, istəyir şeir olsun, istəyir nəsr olsun, o yerlərdə əgər belə sözlər deyilirsə, bu olur qina. Bəs bu da dəlalət edir ki, kəlamı batil harda olsa o qinadır. Bəs mərhum şeyxin nəzəri bu idi. Yəni, bu dəlillər buna dəlalət edir. Amma elə bu cürdür ya bu cür deyil, inşallah ki, hələ bu bəhsin davamı var. Elhamdülillahi Rabbil aləmin.